ürəyində problem olan bəzi uşaqlarda hətta ölüm riski belə yarada bilir. Missiyamız insanı sağaltmaq, insana zərər vermək deyil. Bu diş həkimlərdə bunlar maalesef bir rutin hala gəlib, heç kontrol etmədən ağrı kəsici iğnə vururlar, lidokain, navokain və digər sprey anesteziyalar və uşağı araşdırmadan. Narkoz zamanı ürəkdə nə baş verir ki, ürək dayanır? Ürəkdə problem olan insanlara valideynlər dənizə belə uşağı aparsalar belə öncə bir ürəyini yoxlasınlar. Antibiotiklər var ki, ürək döyüntünü mənfi və müsbətə qıcıqlandırıb problem yarada bilər. Özellikle sulfonamid qrupu antibiotiklər. Tibbdən uzaq olan insanlar ilə bu dərmanla hiç sakinləşərsən. Hər hangi müdaxilə olunacaqsa, böyük və ya kiçik, sedasiya, anesteziya altında mütləq o xəstənin uşağı yaşına asılı olmayaraq ürək yoxlanılır. Hər birinizə xoş gördük dəyərli dostlar, dəyərli izləyicilər. Bugün uşaqlarda gizli gedən ürək xəstəliklərini müzakirə edəcəyik. Hansı xəstəliklər uşaqlarda gələcəkdə risk yarada bilir və hansı prosedurlar, hansı dərman müalicələri və əməliyyatlar bu vəziyyəti daha da ağırlaşdıra bilər? Bu mövzuya toxunacağıq. Studiyamızın qonağı Tibb Universitetinin müəllimi, uşaq kardioloqu Elnur Həkim İmanovdur. Xoş gördük. Xoş gününüz olsun. Necəsiz Elnur Həkim? Təşəkkür edirəm, siz yaxşı olasınız. Elnur Həkim, narkoz və sedasiya prosesləri, prosedurları bilirik ki, sağlam insanlarda heç bir əks təsir yaratmır. Amma ürəyində problem olan bəzi uşaqlarda hətta ölüm riski belə yarada bilir. Bu doğrudurmu? Kesinlikle doğrudur və dünyanın hər yerində hər hangi müdaxilə olunacaqsa, böyük və ya kiçik, sedasiya, anesteziya altında mütləq o xəstənin uşağı yaşına asılı olmayaraq ürək yoxlanılır. Ən primitiv olaraq kardioqrama çəkilir ki, bu uşaqda ürək döyüntü pozğunluğu varmı, aritmiyası varmı? Yəni ona görə də gerəkən tədbirlər görülür və ya daha da o uşaq neçə saat təxmini bilirlər də, indi yüngül əməliyyat, ağır əməliyyat, çox ağır əməliyyat, kompleks qüsurlar ki, olduğu əməliyyatlarda daha təfərrüat ürək incələməsi istəyirlər, daha echo eləməsi istəyirlər ki, ürək yığılması necədir? Deyəm ki, 8 saatlıq çox ağır beyin əməliyyatı və ya ağır travmatoloji əməliyyatlar və ya ağır ümumi cərrahi əməliyyatı 8-9 saat çəkəcək, yəni mürəkkəb xəstələr də olur onlar. Bu uşaq, yəni bu anesteziya altında, çünki ağır əməliyyatlarda daha ağır sedasiyalar verilir. Bu ağır sedasiyalar o ürəyin bəbişi qaldıracaq, yoxsa yox. Və ya biz özümüz bilə, mən qapalı ürək əməliyyatı ilə insanam. Mən əməliyyat öyle hazırlıq paketim var. Təbii ki biz əməliyyat ediriksə uşağının qüsurunu bilirik. Artıq neyi qaldıracaq? Farz et ki, qulaqçıq rast çəpər defekti var. Ben bunu qapalı ürək əməliyyat edəcəm. Və təbii ki mən bunu öz tərəfimdən bilirəm. Mən bunu kardioqrammasına baxıram. Narkoz həkimi soruşur, sən təxminən neçə saatlıq sənə sedasiyalar? Demək ki 2 saatlıq misal. Tamam. Sonra verdi mənim ikinci sual. Ürək yığılması necədir bu uşağın? Qusurlu bile olsa da normaldır. Ətraf yəni anesteziya mənlə o xəstə barədə müzakirə yaparır. Ancaq var elə bir halda ki, kənar yerlərdə, yəni özellikle bu diş çəkimlərdə, yəni mən ona çox rastlaşıram, direkt gəlirlər, sedasiya verirlər. Ancaq uşağın, bebişin ürəyi ətraflı incəlmətmədən, yəni həmən lidokain də verib, navokain də verib, keydirlər. Həmən dərhal bir çəkir. Ancaq onlardan da ölümlə sonuçlanan biləcək bir fəsad daha var. Atamın çox dəyərli bir sözü var. Hadisə bir dəfə olur. Düz. Yəni 1000 dəfə iğnə vurarsan bir şey olmaz. Bir dəfə vurarsan anafilaktik şokda insan tələf olar. Və təbii ki sonra araşdırsa ki sən bunu niyə belə elədin? Ancaq işdən keçəndən sonra ağlamağa anlamı yoxdur. Ona görə də yəni bu tür şeylər çox önəmlidir. Allah'tan bizim ölkəmizdə xəstəxanalarda, əməliyyatxanalarda olan bütün prosedurlarda anesteziologlar kardioqrammanı ən azından kardioqrammanı görürlər, dəyərləndirirlər və o xəstəxanada uşaq kardioloq varsa onun fikrini alırlar və yaxsa yoxdursa böyük kardioloq fikrini alırlar və əməliyyata icazə varmı, yoxmu həkim qərar verir birgə. Çünki yəni önəmli bir şeydir ki, göz qarşıdan qaç çıxarılmasın, uşaqların həyatına başqa xəstəlik yüzündən tələfə sollanmasın. Bizim həkimlərin missiyamız yəni insanı sağaltmaq, insana zərər vermək deyil. Bacarmasa çəkil kənara.
Mənə rəhmətli müəllimim Türkət Ertuğrul, yəni dünyasını dəyişib, eşitdiyim qədərilə mən tələbə olanda mənə deyirdi ki, Elnur doktor, sənə bir tövsiyəm, yəni bilmirsənsə çəkil kənara, ən azından zarar vermə. Faydan dokunmursa zarar vermə. Və ona görə də mən öz tələbələrimə də bunu öyrətməyə çalışıram, bunu misal da verməyə çalışıram ki, bacardığı işə bir giriş. Bacarmadığı şey, inşallah, maşallah bir şey olmaz derken riske atma, o da kimisə balasıdır. Çöldə onun sağlığını gözləyirlər. Acı təəssüf olsun, bu diş həkimlərdə, yəni bunlar maalesef bir rutin hala gəlib, heç kontrol etmədən ağrı kəsici iğnə vururlar, lidokain, navakain və digər sprey anestezeliklər və uşağı araşdırmadan və bəzi zamanlarda xoş olan fəsadlarda qarşı-qarşıya qalanır. Əslində izləyicilərimizə bildirmək istəyirəm ki, biz bir hadisə əsasında danışırıq, məlumatları veririk. Ötən həftə Türkiyədə 7 yaşlı bir qız uşağı diş həkimində olarkən ürəyi dayanıb, narkozun təsiri ilə. Ümumiyyətlə, Elnur həkim maraqlıdır. Narkoz zamanı ürəkdə nə baş verir ki, ürək dayanır? Aritmiyası olur. Yəni, siz niyə uzağa gedirsiniz ki? Mən təbibdə bir neçə komissiyasının sədr müaviniyəm. Bakıda da elə bir şey olmuşdu. Nərimanovda uşaq diş klinikasında. Bizdə də. Böyle də. Yəni, ölümlə sonlandırılıb, səhv salmıramsa bir hadisə. Yəni, gedilmişdi. Həmən kontrol edilmədən uşağa anesteziya veriblər. O uşaqda da aritmiya problemi var idi əvvəlcədən. Yəni, diş həkiminə aparanda atası anası deyildi, yaxın qohumu idi. Onunla çünki rayondan gəlmişdi uşaq, hatırladığım qədərilə. Gəlmiş ki, bir dişlərini müayinə edim. Qomaq-rəbəsə aparır klinikaya. Orada da həmən dərxal, tamam, çürüklər var, bunu elə, onu elə falan filan. Onlar ancaq sırf stomatoloji gözlə baxdılar. Verilən narkozdan, heç xatırlamam bir hadisəli, Bakıda da olmuşdu, sizdə yadıma düşdü. Oksigen klinikaya çatdırmaq istəyiblər. ARES gəlişib, sonra CPR uygulanıb. Xəstə ya geri döndərildi, ya da tələf oldu, tam onu xatırlamıyorum. Çünki 2 ildən çox olan bir hadisədir. Ancaq bu hadisə biz burada bizzat komissiyada yaşadıq. Təbii ki, sorğu-sual olundu, niyə olundu falan filan. Hər kəs deyir ki, mənim xəbərim yoxdur, ancaq yəni, düzgün araşdırmaq lazım, analiz olmaq lazım. Bəzi xəstələrdə aritmiyalar olur, anadan gəlmə, döyüntü pozğunluğu olur, gizli seridə, məsələn, Brugada sendromu ola bilər, çox şey ola bilər. Yəni, ona görə təfərrüatlı araşdırıb, sənin sahən deyil, təbii ki, sən bu işini anlayan bir insana sorğulamalısan ki, bu proses nə baş verir, necə baş verir və ona görə də tədbiri görüb gərəkən müdahaləni aparmalısan. Adətən dediyimiz kimi, sağlam insanlarda bu problem yaratmasa da, gizli şəkildə ürək qüsuru olan uşaqlarda bu cür nəticə. Ürək qüsuru olmasa, ürək döyüntü pozğunluq xəstəliklər də var. Deyirəm ki, hündürboy insan, əlləri uzun, yeyib kökəlməyən, qabrıqalar hamısı göz qabağında olan, bir yüngül skalyozu olan, gözləri biraz yeşilimsi, tarzda göy-göz deyə, yeşilimsi deyə, o tür insanlarda o Marfan sendromu. Marfan sendromunda da çoxsunda da valv prolaps dediğimiz MVP də var və bunlarda da ürək aritmiyası, onun küt sendromu dilən bir şey də ola bilər. Ürək genetik bir xəstəlikdir, döntü xəstəliyidir və təbii ki də o da hər hangi bir digər iatrogen kənardan faktorlarla da qıcıqlanıb ortaya çıxada bilər və ya heç bir şey normal ritmdə ola bilər, yad faktorlar verilməklə problem yaşana bilər yəni. Ürəkdə döyüntü problemindən istəyərdim danışardıq. Deyirlər ki, ürəyində döyüntü varsa, aritmiya varsa, kofe içmək olmaz bu adamlara. Yəni, ümumiyyətlə, həyəcanlanmaq, ürək döyüntüsünü artıran işlər görmək olmaz. Bəs indi yay mövsümüdür, dənizdir, insanlar tez-tez dənizə gedirlər, dənizdə qorxu, dalğalar, ümumiyyətlə, o həyəcan ürəyində problemi olan insanlarda qəfil ölüm, yaxud da ki, qıcolma yarada bilərmi? Birincisi, çox keyfiyyətli bir sual verirsiniz, Xeyra xanım. Bu insanda ürəkdə problem varsa, özellikle valideynlər bunu vurgulayır. Düzdür, Bakıda hələ ki dərin sezon kağız üzərinə açılsa da, real olaraq keçən səfər bazara günü səhv-salaməsi bir istihaba oldu. Cəmaət hər kəs plyajlara axışdı. Ancaq hələ ki gedişat onu göstərmir davam edəcəyini. O yenə də yəni, ürəkdə problem olan insanlara valideynlər dənizə belə uşağı aparsalar belə öncə bir ürəyini yoxlasınlar. Niyə? Çünki suya girdiyi zaman sevincli həyəcan ola bilər. Başqa uşaqlar oynanır və ya ağır dalğa ləpəsi üstündən gəldiyi zaman həyəcanlana bilər. O xırda cılız bir aritmiya dediyimiz və ya döyüntü pozğunluğu qıcıqlanıb başqa bir problem də törədib. Ani ürək döyüntü pozğunluğu yarana bilər və təbii ki o anda döyüntü, yəni inşallah heç bir insana ağır ürək döyüntüsü yaşanmasını arzulamaram. Ancaq olduğu zaman
İndi bu dənizdə bir üzür elə bir aynı döyüntü pozulur. Artıq bütün fiziksel proses yəni pozulur, zincir pozulur. Yəni qıcılma da ola bilər və ya heç bir şey ürək döntüsündən də çaşıb necə bilməsə də belə xoş olmayan fəsadlarla qarşı-qarşıya qalına bilər. İndi son zaman tez-tez rastlaşırıq, dənizdə uşaq boğuldu, öldü falan filan. Nədən öldü? Nədən boğuldu? Məsələ onu araşdırmaqdır. Oraya gəlib çıxmaq lazım. Bu qıcılma da ola bilər, ürək döntü pozğunluğu da ola bilər. Animsə dalğa üstünə gəldi, üzünə gəldi, yəni yutdu, gözünə və s. burundan keçdi. Bir həyəcan var, keçirdi o uşaq və onun zaten ürəyində bir fundament var idi, yəni də təməli var idi aritmiyası. O anda qıcıqlanıb VT-də keçirə bilər. Yəni və ya VT-də də girə bilər. Yəni və təbii ki, o anda artıq işdən keçib çabalayır, nə edərsin, bəlkə cəmaatdan da uzaq. Sonra bir dalğa düşsə bir də gəlir, sonra ki insan tələf oldu falan filan. Nəyi? Yəni hamısı bu laqeyd işlərindən və s. və ilə axır. Təbii ki, kofe simpatomimetikdir, təhkardiya artırıcıdır. Yəni ürək döntü artırıcıdır. Ona görə ürək döntü artıran varsa uşaqlarda onun aparılmaması tövsiyə olunur. Bəzi antibiotiklərin qəbulu deyilənə görə ürəkdə problem yaradır. Kesinlikle doğrudur. Bu hansı antibiotiklər? Onlar indi adı burada sınıflandırmaq düzgün çıxmaz. Çox qruplar, antibiotiklər var ki, ürək döntünü mənfi və müsbətə qıcıqlandırıb problem yarada bilər. Özellikle sulfonamid qrupu antibiotiklər. Yəni burada dərman reklama edilmək bizim aqidəmizə yaraşmaz. Ancaq bu tür dərmanlar bəzilər, gələ dediyim kimi, verilmədən əvvəl bir kardioloqla məsləhətləşib, deyərəm ki, başqa bir patologiyadan ona dərman yazıldı. Valideyn də bilir ki, onun uşağında ürək problemi varsa, bunlar aradan qaldırılmağı tövsiyə olunur. Əsas məsələ də əslində odur, valideynlərin əksəriyyəti övladlarında ürək qüsurunun olub-olmadığından heç xəbərdar belə deyirlər. Yəni heç ən azı bir dəfə də olsun kardioloq müayinəsinə aparmayırlar uşaqları. Mən Azərbaycan dünya protokoluna görə uşaq 18 yaşa qədər 5 dəfə yoxlanmalıdır. Mən yanıma gələn pasiyent dedim ki, abala, normal evdə başqa uşaqlarına varsa, ən azı bir dəfə yoxlayın da. Bir görə bu nədir? Yəni sən maraqlı deyilmi? Sənin uşağın ürəyi necədir? Deşiklər varmı? Yoxmu? Təbii deşik var. Məsələn, bizim bəzi deşiklər var ki, oval pəncərə dediyimiz dünya aləmində 20% açıqdır. Azərbaycan 10 milyonsa 2 milyon var. Yəni biz burada 5 nəfər isə birində var. Bu fizioloji bir şeydir. Biz onu mükəlləf dəvə edib o adamı qüsur kimi təqdim eləmirik. Ancaq bəzi hallarda ani təzyiq basıncına və s. qan axımı tərsinə işləyə bilər, emboliya yarada bilər və da tələf ola bilər. Məsələn, siz söz dediniz, yay sezonudur. Yəni bu uşaq deyirəm ki, farz edək ki, oval pəncərə var. Bu indi çıxır vışqadan oplanmağa və s. və ya axır həyəcan istəyirsən, ani sonra dalış eləyir. Yüksəklikdən, 15-20 metrdən, yəni cavandır, ərgənlikdir, kimə sözünü göstərir, həyəcanlar, dalda, bəlkə onda deşik var, anda emboliya elədi, tərsinə getdi, beynə vurdu, misal. Çünki o peşələrdə yüksək təzyiqə məruz qalmağa icazə yoxdur. Və insan da bilməlidir ki, onda nə var, nə yox. Ki, bu sonraki öz həyatına davam elətdirsin, yəni düzgün tarzda. Psixiatrik dərmanlardan istərdim, danışardıq. Son illər bu dərmanların istifadəsi də artıb. Çünki hər kəs nevrozdur. Sizcə bu dərmanların mütəmadi qəbulu hansı ürək xəstəlikləri yaradır? Mütəmadi ürək xəstəliyi ürək döntü pozğunluğuna yaradır. Bu dərmanlar istifadəsi çoxalıb, haqlısınız. Çünki normal bir insan qalmayıb, hər kəs əsəbidir, hər kəs nevrozdur, hər kəs gərgindir. Uşağın öz gərginliyi var, valideynin öz gərginliyi var, yeni yetməzlik gərginliyi var. Yəni biraz tatilə gerilir, məktəblə bağlı biraz relaksasiya, biraz gevşəmə var. Ancaq məktəb sezonu bunu oxumadın, onu yetişdirmədin, uşaq özü gərginlik ki, sabah imtahan var, midterm var, o var, bu var, onun gərginliyi istərsə. Hər kəs nevrozda, sakit bir insan, uşaqlar bağçada belə oynarkən, yəni mən onu nəzarət edirəm, görürəm, onlar belə bağça uşaqları belə gərgindirlər, bir-birini çırpırlar, döyürlər. Yəni bizim uşaqlıq illərimizdə əsri əlamət qalmayıb. Cəmaatı çölə arada nəzarət edilən bulvarda və s. Bizim uşaqlıq ilə də bulvarda yürüyüş insanların, ziyalıların, böyüklərin çox sakin və s. Hər kəs gərgindir, hər kəs harasa tələsir. Yəni, neysə peşindədir. Yəni, elə bir lətifə var ki, Azərbaycan milləti hər zaman məşğuldur, ancaq boş o dəqiqəsi yoxdur. Yəni, çünki hər kəs neysə koşturmasındadır. Və təbii ki, bu müsbət və mənfi tərəfi də var. Mənfi tərəfi ki, dinlənmir, eləmir, nevroz olur və təbii ki, bu gedir axırda ya öz başına, ya neyropatoloqa yanından gedirlər, dərmanlara qəbul edirlər, düzgün yalan və mən bunu içdiyim, sərrahatladım. Sən də ən çox bu qonşu lafları ilə və ya aptekerlərdə satan
tibbdən uzaq olan insanları ilə bu dərmanla heç sakinləşərsən. Gedirəm mən Həsən Məmməd nəyim var? Mən ürəyim tez-tez döyünür, biraz əsəbiyəm, məsələn yata bilmirəm. İşdən biraz tərs gedir falan filan. Bir dərmanla iç gələrsən. Bəlkə sənə çox olmaz. İçir, sonra paket olur, daha da beter olur. Ondan sonra da başlayıb bütün senaryo ortaya çıxır. Yəni o qaynamış ətin kəpinci ortaya çıxırsa öz başına, bunlar da bütün neyi varsa kiminsən yersiz tövsiyəsi ilə müayinə etmədən, yəni Həsən Məmməd eşidirsə faydalandı, sən də heç fayda, bəlkə onda şəkər yox idi, səndə şəkər var, daha da beter elədi səni. Ona görə elmi qoyurlar bir tərəfə, görgü usulü ilə, yəni işi görməyə çalışırlar və biraz da burada həkimə dəyər verməmək üçün, həkimə yanına 5-10 manat xərcləmək istəmirlər. Qısa usulə, xalq arasında bir söz var, həkimə yanına gedəcəm, dərdlərim çoxalacaq. Bir, Azərbaycanda elə bir mentalite var. Özellikle Azərbaycan hər yerdə, bizim Qomaqrəbə də var. Niyə həkimə gəlmişsə, ay xala, işi gedəcəm, minə dərd tapacaq. Yəni, buna yaşayıram. Qonşu deyib, bunu iç. Gedirəm, baxaram rayonuna, heç bir əlaqəsi olmayan bir dərman içir. Demə, xala, səndə zob var, yox. Bu zobun dərmanıdır. Bu, onun ürəyi dönsün, sakinləşdir. Demə, onun zobu var, bunu içir, sakinləşir, ürəyi dönsün, bərpa olur. Səndə zob yoxdur, niyə bunu içirsən? Nə bilim, ona yaxşı gəldi deyə, o qadın rahatladı, mən də getdim, aldım, içirəm və o özü verdim, bundan iç, mən də bundan içirəm, daha görürüm ki, beter olub. Yəni də gedəcəm, indi başqa dərd çıxacaq, yəni ucuzlaşdırırlar, öz həyatlarını ucuzlaşdırırlar və qarşıdakı həkimi də çox ucuz görməyə çalışırlar. Əslində, mən bir misal vermişəm, hər zaman misal verir, biz beyinlə işləyirik, görülməyən bir şeylə işləyirik. Necə Covid-də o virussa görülməyən müharibə aparırdıq, düşmən görülmür, ancaq onun mübarizə çox çətin bir şeydir. Necə öz beyni kiməsə paylayırsansa, o sənin elədiyinin dəyərini bilmir. Ancaq sən qabağından gözəl bir yemək pişirsən, qoysan qabağa, onu dəyərləndirir. Və o aşpaz səndən daha dəyərli olur. Çünki qarşısında nəsə gözəl menyu var. Sənin keyfiyyətini o zaman sonra anlaya bilər, nəticə alsa və bəzi zaman müalicəni özü kəsir və təbii ki, sən apardığın düşüncənin, beynin, yatırımın hamısı boşa gedir. Ancaq hansısa bir aşpaz və ya hansısa bir kulinar qəşəng tort pişirsə, bir şey qoysa məhsula və ya hansısa bir dərzi qəşəng paltar tiksə, o vitrin qabağındadır. Onu daha çox dəyər verir və ya kosmetoloqla elədiyi seansda daha çox dəyər verilir. Nəinki beyinlə bir şey müzakirə edib, analiz edib, təqdim edilən bir şeylərə. Yayda dəniz mövsümündən danışdıq. İnsanlar yayda dənizlə yanaşı günəşin altında çox vaxt keçirməyi xoşlayırlar. Adətən deyirlər ki, D vitamini qəbul edirik. Ultrabənövşəyi şüaların altında da lazım olmayan vaxtlarda belə uzun müddət istinin altında qalırlar. Bu cür isti mühit, günəşin insana təsirləri, ürəkdə problem varsa bunu da ağırlaşdıra bilərmi? Kesinlikle ağırlaşdırar. Ürəkdə problem olmayan bir insanı da o da yarada bilər. Hətta misal verəm sizə. Günəşin qəbul etmə saatı var. Səhər saat 7, günorta 11 və ya axşam saat 5, gün batana qədər. Bu saatlarda o günəş işının D vitamini çevrilməsi, bəlkə fotosentez olması və s. faydası var. Ancaq bəzilər gedirlər dənizə, plaja da 20 manat verim girmişəmsə, bütün günü lejankada uzanacağım, pomidor kimi qızaracağım. Yəni və kölgəyə çəkilmirlər, kremlər falan sürtürlər. Birinci yanıqlar olur. Yanıqlarla avtomatik bədən suyu quruyur. Bax, hardan hara gedirik. Lap yanıq da olmasa, bədən quruyur, susuz qalır. Kremlərlə falan filan. Bədəndə elektrolit dəngələri normal olması gerəkən ölçülərdə qalmır. Yüksələn var, azalan var və s. Və təbii ki, bunlar ilərdə xəstəlik olan bir insan daha da çox bıcıqlandırır. Xəstəlik həmən ortaya çıxarır. Təzyiq düşür və ya təzyiq yüksələnlər də olur bəzi zamanlarda və ya heç bir şey olmasa ürək döyüntü pozğunluğu. Məsələn, mən 2 dəfə şahid olmuşam. Elə bir dəfə mən hac ibadətində şəxs özümdən danışım. Arafatda idim. Bu 8-9 ilin söhbəti idi. İbadət vaxtında Arafat dağına çıxdım. Günəş çarpması mənə püskünə qoydu. Mən bayıldım. Elə üstümdə zontik olmana baxmayaraq, şəffaf ağ zontik isti qarşılamışam. Mən çadıra gələn, mən getdim Arafat dağına, şəxs özümdən. Əslində səhər namazdan sonra getdik. 12-də zaten qayıtdım ki, günəşin altında çox durmayayım. Çadıra gələndə insan çoxluğu, istiliyi təbii ki, bu 8-9 il, bəlkə 10 ilin qabaqki hac ziyarətindən söhbət gedir. Ondakı çadırların konforu elə deyildi. O vaxt mən xatırlarım, heç kondisioner yoxdur çadırlarda. Elə sadəcə brezent idi. O toyxanalar, kənd toyxanaları brezentləri kimi kənarı açılmışdı. İnsanın istiliyi, öz təri və s. psixoloji olaraq mən orada bayıldım.
Əmələ tərk dərhal müdahale edilər. Soyuq su falan mediklər özümdə olmadım, özüm müdahale edə bilmədim. Zaman ərzində özümə gəldim. Yəni bu istiliyin yaratdığı canı özümüzdə bir misal. Baxmayaraq ki, mən bunlara hamısının tədbirini qabağını almışdım. Bundan görə çılıq-çılpaq uzanan günəşin altında ki, fayda var. Heç bir fayda yoxdur yəni. Yəni bir tərəfdə olsa heç bir şey olmasa da, o zaman bir sual verəcəm. Niyə bütün plyajda skorpulmuş təcili maşın durur? Çünki fəsadlanma ehtimalı yüksək olduğu üçün hər zaman orada hazır ol pozisiyalarda ən azından bir iki ambulans bulunur ki, böyük plyajlarda yəni bir şey olsa dərhal tibbi xidmət göstərilsin. Çox maraqlıdır. İndi yaydır, istilərdir, insanlar daha çox kənarda olur, şəhərdə çox vaxt keçirmirlər və həkimə müraciət eləməkdə bu şeylər ümumiyyətlə yayda aşağı düşür. Sadəcə insanlara istədiyim tövsiyə verərdik ki, hansısa bir istirahət mərkəzinə, dənizə, plaja getməmişdən qabaq mütləq müəyyən bir tibbi yoxlamalardan keçmək lazımdır. Bu hansı yoxlamalardır? Ümumi bir check-updan keçirməlidir özləri və uşaqlarını. Səfərə çıxanda, başqa ölkəyə gedəndə sənin problemin varmı? Getsə özündən dərman aparmalısan. Məsələn, Avropada reseptsiz dərman satılmır. Sən dünya aləmində dağılsa, sənin gedib aptekdə falan dərmanı verməyəcəksən. Və orada da məsələn bizimkilər valideynlər tez-tez gedirlər sanatoriya, xaricə və s. Mən oradan bilirəm və Amerikada özümdə oxuyanda da görmüşəm. Yəni reseptsiz dərman satılmır. Yəni sadəcə parasetamol o da marketlərdə satılır. Ancaq sənə ağır deyim ki, bağırsaq pozğunluğu yaşandı və ya sənə xron xəstəliyi var. Misal verirəm sənə. Sən bunları yeməsən olmaz. Ancaq bəlkə yedin zəhərlən. Sən burada əlindəki olan dərmanlar hazır olmalıdır ki və öz xəstəliyi bilməlisən ki, sən bu prosedurları orada getdiyin yerdə bunları eləsən, fayda mı dəyəcək, ziyan mı dəyəcək? Ona görə də yəni kimlərsə bir rutin olaraq yoxlanmağı, səfərə çıxmadan qabaq və ya tatili getməmişdən qabaq, tatili burundan gəlməsin deyə lord mənasında bir yoxlanmağı, özellikle uşaqları da, körpə böyük fərqi yoxdur. Deyəlim ki, allergiya var. Sən onu elə bir yerə aparacaqsan ki, orada hamısı rütubət allergiyadır. Uşağın daha da beter olacaq və təbii ki, bütün sizin tatiliniz burundan gəlmiş olacaq. Nə istirahət olacaq, hiçbir şey yox. Həkim axtaracaq. Özellikle xarici ölkələrdə təcili yardım falan dili bilirsən, bilmirsən. Yəni, macera yaşayacaqsınız da. Bunları yaşamamaq üçün öncəliklə bir kontrol edib yola çıxmağı, necə uzun səfərə çıxanda avtomobili yoxlayıb çıxırıqsa, yağı, suyu, onları biz eləyirik, ancaq özümüzü təxirə salırıq. Antifrizi yerindəmidir, maşının yağı, motoru yerindəmidir, sonra uzun səfərə çıxıb. Avtomobili dəyər verir ki, bizi daşıyır, ancaq biz özümüzü dəyər vermirik ki, bizim arxamızda bir sürü başqa insanlar daşıyırıq. Ən azından valideyn olaraq, evladlar, ailə üzvləri və s. Ona görə də insan həyatı ucuz deyil, mən bir də onu deyə bilərəm. Hətta bir şeydə vurulamaq istərdim. Bəzi valideynlər uşaqlarına çox biganə yanaşırlar. Kesinlikle. Ki uşaqdır, xəstəlik. Bir şey olmaz. Heç nə olmaz. Öz-özündən keçib gedər. Bizi bu yaşda belə fraza, standart şablon ifadə var. Mən uşaqlıqda edib keçib getdi, öz-özünə keçib gedər. Uşaqdır, böyüyüncə problem qalmaz. Demirlər ki, var olan problem daha da beter ola bilər. Və bayaq qeyd etdiyimiz bir məsələ, məsələn, diş həkimində 7 yaşlı qızın ölüm məsələsi həqiqətən ciddi bir hadisədir və bu cür hadisələr nəinki xaricdə, nəinki Türkiyədə, bizim ölkəmizdə də baş verir. Ona görə bütün hallarda istənilən bir əməliyyata, istənilən bir tibbi prosedura yaxud da ki, anesteziyadan qabaq mütləq uşağın ürəyini yoxlatdırın, özünüzü və övladlarınızı riskə atmayın. Məncə çox maraqlı bir müsahibə oldu, faydalı müsahibə oldu. İzləyicilərimizə bildirmək istəyirəm ki, Elnur həkimi siz sosial şəbəkələrdə izləyə bilərsiniz. Elnur İmanov axtarış versəniz, Elnur həkimin digər maarifləndirici videolarını da izləyə bilərsiniz. Təşəkkür edirəm bir daha Elnur həkim qonağımız olduğunuz üçün. İzləyicilərimizə də bildirim, suallarınız varsa mütləq şərh bölümünə yazın. Növbəti müsahibədə yenidən görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.